Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Azərbaycan milli mətbəxində fəsəlinin bir neçə növü var. Birini bugünkü videoda hazırladım. Fəsəli sobada. Ədviyyatlı, ləzzətli, xırçıltılı. Az ərzaqı olan, amma möhtəşəm nəticə ilə ortaya çıxan bir dad. Xəmir mayalıdır deyə ilk növbədə apara hazırlayıram. Mən əmin olmalıyam ki, mayada bir problem yoxdur. Apara mayalanana qədər bütün quru ərzaqları qarışdırıram. Onu da qeyd edim ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Apara mayalanana qədər yağı əridirəm, ilıq hala salıram, südü isidirəm, o da ilıq olur. Apara mayalanıb və mən bütün ərzaqları əlavə eləyirəm onun içinə və apara mayalandı isə deyə deməli mən arxayınam ki, xəmir yoğrulanda bir problem yoxdur. Xəmiri yaxşıca bütün ərzaqları qarışdırandan sonra ən axırda yağ üstünə gəzdirirəm və yaxşıca yağı yedizdirirəm xəmirin canına. Ümumiyyətlə, mayalı xəmir yoğrulanda yağ ən axırıncı növbədə əlavə olunur. Onda mayalanma prosesi çox əla, möhtəşəm olur. Xəmir bərk olmamalıdır. Yoğrulan xəmiri üstün örtürəm və bu gün çox gözəl günəşli hava var və mən pəncərənin üstündə günün altında xəmiri mayalandıram. Siz bir dənə bu görünüşə baxın. Ümumiyyətlə mayalı xəmir istini xoşlayır. Gəlmiş xəmirin havasını çıxardıram, üstün örtürəm, ikinci dəfə qoyuram ki, mayalansın. Artıq xəmir ikinci dəfədə mayalanıb və mən ümumi xəmiri tərəzi yolu ilə eyni bərabər 4 kündəyə bölürəm. Xəmiri kündəliyib 10 dəqiqə dinlədirəm. On dəqiqə keçdi və kündələri bir-bir boşqab boydana açıram. Bunu ona görə edirəm ki, balaca açılmış kündələri yayanda çox və çox rahat olur. 5 dəqiqə gözləyirəm. 5 dəqiqədən sonra bu 4 kündəni hamısını bir-bir yayıram. Bu həm işin prosesini tezləşdirir, bir də yayılmış yuxaları yağlayan zaman, dartan zaman elastik olurlar və cırılmırlar. Yayılmış yuxaları yığıram belə taxtanın üstünə, xudmani ara sıra un da səpirəm ki, yuxalar bir-birinə yapışmasın. Yuxaları yaydım, qutardım. İndi isə dəzgahımın üstün bitki yağı ilə yağlayıram. Bunu ona görə edirəm ki, bax bu yuxalar dəzgaha yapışmasınlar. Və qəşəngcə düzəliş verirəm. Çox dartmıram, çox diqqətlə fikir verin. Yəni bizə lazımdır ki, yuxalar cırılmasın. Bax arada bir balaca ehtiyatsızlıq elədim və valiklə mən qəşəngcənə uzadılmış yuxanı yağlayıram. Bu valiki təmir tikinti dükanlarında əldə edə bilərsiniz. Yağlanmış yuxanın üstünə rəziyana, cirə, ədviyyatı səpirəm və işimə davam edirəm. Bu artıq ikinci yuxadır. Bunu da yağlayıram. Valikin bir o işi yaxşıdır ki, artıq yağ istifadə etmir yuxanı yağlayanda. Yağladıq, yenə də ədviyyat səpdik. Ədviyyatı da mən rəziyana cirəni qəşəngcə qovururam. Sonra kafemolkadan keçirdirəm və məndə həmişə soyuducuda, şüşə qabda bu ədviyyatın hazırı olur. Reseptin ərzaqların miqdarı həm ekranda yazılır, həm də
videonun altında da qeyd eləmişəm. Dəqiq miqdarlar, nə qədər, nədən lazımdır. Yuxalar yağlanıb uzatdıqca mən 4 bucaq forması verirəm ki, lentləri kəsəndə eyni bərabər olsun. Fikir verin, mən yuxanın ancaq qalın hissəsindən uzadıram. Baxın, görün, mənə lazımdır ki, uzatdığım yuxalar cırılmasın. Baxın, görün, xəmir o qədər elastikdir, o qədər sözə baxır. Və yuxalar yağlanıb deyənə, qıraqdan basdıqca daha da rahat uzanırlar. Qalan yağı da, bax, beləcənə əlavə edirəm yuxanın üstünə, yağlayıram və ən birinci mən, bax, belə yayılmış yuxaların, qıraqların hazır kəsirəm, düppədüz edirəm və başlayıram lenti kəsməyə. Və hər lentin eni 11 santı olmalıdır. Təbii ki, mən burada xətkeşlə işləyirəm. Baxın, görün, hamısı eyni bərabər olmalıdır. Artıq lentlər hazırdır və mən keçirəm bükmə prosesinə. Eynən qatlama kimi çox sıx, bax, belə vurmuruq. Baxın, görün, düzəliş eləyirəm. Ona görə də xəmiri mən biraz boş yoğurmuşam, yəni boş olmalıdır. Və bax, bu cürünə bunu biz bükürük. Sobada fəsəli, bax, bu cür formada hazırlanır. Baxın, görün, diqqətlə baxın. Yenə də vurğulayıram ki, xəmir bərk olmamalıdır. Və bu xəmirdə istənilən un istifadə oluna bilər. Forma verilmiş fəsəlləri yığıram dəzgahın üstünə və 10 dəqiqə yenə də gözləyirəm. Lazımdır ki, birazmaz mayalansınlar və biz bunları nam-nazi əzəcəyik. Bildiyimiz fəsəlinin bir növü sacın üstündə bişirilir. Bu isə sobada tamam fərqli daddır, çox ləzzətlidir və siz video diqqətlə baxıb hazırlasaz, özünüz buna şahid olacaqsınız. Və 10 dəqiqə keçdi, mən fəsəllərə bax, bu cürünə forma verirəm. Dəzgahı biraz yenə bitki yağı ilə yağlayıram və nam-nazi bunu yayıram. Baxın, görün. Və fəsəlliyə siz istənilən en verə bilərsiniz. Amma bu qədər olmalıdır. 20-22 santı və forma verilmiş fəsəlləri təzdən 20 dəqiqə mayalandırıram. Mənim əzizlərim, bu da bizim yuxalarımızdan, qıraqlarından çıxan xəmirdən bir dənə sərbəst, bax, bu cürünə gözəl, qatları bilinən bir fəsəlli də yığdım. Yəni, məndə heç nə itkiyə getmir, israfa getmir. Belə deyək ki, loru dilində bir dənə də fəsəlli tapılmış kimi olur. İndi isə üzünə çəkmədən ötəri yumurtanı hazırlayıram. Biri bütöv, bir yumurtanın sarısı, bir çay qaşığı bitki yağı. Bunu çalıram və mütləq süzgəcdən süzürəm. Bunu nə üçün edirəm ki, təmiz süzləndən sonra bax, yumurtanın ağ hissələri qalır süzgəcin içində. Ümumiyyətlə, şirniyyatın üzünə yumurta çəkəndə bu ən birinci şərtdir. Mənim videolarıma baxan artıq bilirsiniz ki, mən şirniyyatın üstünə xaş-xaş səpməyi xoşlayıram və bu gün sizə fikir olsun deyənə, bax, bu cürünə bir alətlə gözəl gül qoyuram. Əvvəl qorxuram, bərk basmıram. Axırla o birilərinin üstünə artıq bərk basıram və gül şəkli çox qəşəng qalır. Çəngəlləyirəm və isidilmiş sobada 160 dərəcədə fan rejimində fəsəlləri bişirirəm. Bu da fəsəlinin hazır görünüşü. Bir də bu qatlara baxın.
Çox gözəl də qalxıblar. Və fəsəlinin hazır görünüşü. Bəh, 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 bəh. Möhtəşəmdir də, möhtəşəm. Çox ləzzətlidir. Siz bir dənə laylara baxın. Siz nə edirsiniz? Video diqqətlə baxırsınız, hazırlayırsınız və ailə üzvlərinizlə birlikdə şirin çayla nuş edirsiniz. Və əmin olursunuz ki, çox dadlıdır. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.